Bugün Şəhid Həsən Hacışirinoğlu'nun bu 5-ci ilinə gəlmişik. Atanın yanının yanına, bacıların yanına, övladların yanına. Bugün bir qururla fəxrlə deyirik. Allah bala rəhmət etsin, şad olsun. Allah sizə səbir versin. Bacılara da səbir az edir. Bugün sizin yanınıza gəlməyə, özünüzə qurur verir, fəxrləndir. Həsən qardaşımızın kimsanda bütün şəhidlərimizə Allah rəhmət etsin, şad olsun. Bugün Həsən qardaşımızın Həcaz ziyaretinə gəldik, ziyaret elədik. Həsən qardaşımızın 2 övladı var, ailəlidir. Onun övladlarına Allah'tan gözəl ömür arz edirəm. Bu kəndin 2 şəhidi var. Bir də Mahir qardaşımızdır, işte belədir. Allah hər bir ailəyə, hər bir valideyinə səbr arz edirəm. Bugün özümüzə boş bilməyə, bu atanın yanında, bu ailənin yanında, ocaqda olmağa bir qurur bildik. Bugün bizi burada cəm edən Həsən qardaşımız, Həsən qardaşımızın timsalında bütün şəhidlərimizin ocağa gedir, bütün şəhidlərin çəkilişində izah edəcək. Hər bir atanı, ananı tanıdıqca, hər bir evdə olduqca özümüzə bir fəxrlə, bir qürurla belə fərəh verilir ki, belə övladları yetişdirər, belə övladlar olur, belə atalar, belə analar var. Hər bir atyanı səbr arz edirəm. Allah onlara dəyməsin. Bunlar yaşasın ki, balalar yaşasın. Allah sizlərə var eləsin. Yox, əziyyəti yoxdur, bizim yox boş. Bugün borcumuzdur, nə əziyyəti var? Sizin kimi atanın huzuruna gəlmək, sizin kimi atanın valideynin huzurunda olmaq bizim üçün böyük bir qürur. Ona görə ki, siz bizim üçün böyük bir qürur mənbəsiniz. Sizin huzurunuzda olmaq, sizin bax bu şəhidimizi yad etmək bizim üçün böyük bir fəxr, qürur. Allah sizə səbir etsin. Allah sizə dəyməsin. Bugün Sərvanlar kəndindəyik, bir şəhid ocağındayıq. Şəhid Həsən Hacışirinoğlu'nun il dönümü 5-ci ildir. Ananın yanına, şəhidimizin evinə gəlmişik. Yaxından ziyaret edəcək. Anaya baş sağlığı verir. Ana Allah bala rəhmət etsin, ruh şad olsun. Bugün sizin kimi ananın huzurunda, sizin kimi gözəl anaların yanında olmaq bizim üçün böyük bir qururdur, fəxrdir. Bugün Həsən qardaşımızın 5-ci ilidir. Həsən Allah bütün şəhidlərimizə Allah rəhmət etsin, ruh şad olsun. Allah sizə səbir versin ana. Allah sağ dəyməsin. Siz yaşayın, balaz yaşasın. Həsən qardaşımızın 2 övladı var, ailəlidir. Allah onlara da dəyməsin. Allah sizi hər zaman nur içində eləsin ki, siz kimi gözəl analarınız huzuruna biz yanında fəxr edirik, qürur duyuruq. Elə bilir ki, bir Məkkə, bir Kəbə evinə gedirik. Vallahi səmimi deyirəm ki, mən sizin kimi analarınız huzuruna gedəndə, ziyaretgahlarına gedəndə evindən bir ziyaretgahda olmaq. Allah sizə səbr etsin. Yəni, ürək sözü mən Həsən haqqında bir çıxış, məlumat verir. Şəhidlərə rəhmət etsin, bazı yerlərdən. Amin.